Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən İsmail Şıxlının Namərd Gülləsi əsərini keçmişik. Onun tapşırıqları üzərində işləyəcəyik. Dəftəriniz, qələminiz qarşınızda olsun, başlayırıq. İlk öncə kitabda səhifəmizi açağın. Başlayırıq. Səhifə gedir deməli. 3-cü səhifədə 88-ci səhifəni açırıq. 88-ci səhifə İsmail Şıxlının Namərd Gülləsi əsəri. Əsəri oxumuşuq, təhlil etmişik. 2 hissəli video çəkmişəm bundan ötürü sizin üçün. Və bu günlərimdə kənarındakı sualların cavablarını vermişik. Əsəri tam xırdalığı ilə sizə çatdırmışam. Bu günlərim nə edirik? Tapşırıqlar üzərində işləyirik. Diqqətli olursunuz. Başlayırıq tapşırıqlara. Başlamamışdan əvvəl sizdən xahiş edəcəm ki, əgər videolarımız xoşunuza gəlirsə, təbii ki, və videolarımızın davamlı gəlməsini istəyirsinizsə, kanala abunə olmağı, paylaşmağı və like etməyi yaddan çıxartmayın. Baxaq, birinci dərsə. Qısa bir məzmunun xatırladım ilk əvvəl sizə əsərin ki, nə deyir bizə burada? Deyir ki, söhbət nədən gedirdi? Baxırıq ki, bir kəndə deməli Niftalı Köxü olur, onun bir atası olur və gəlmə bir mürşid olur. O yəni hardan gəlir, qaçqındımı, oğrudumı bilmirlər, kimdir, necədir, hardan gəlibdir və buna kim yiyə çıxır? Niftalı Köxa yiyə çıxır və onun atası yiyə çıxırlar. Onlar onu yəni kəndə gəlibdir, bizim qapımıza pənah gətiribdir və onun amma atasının mürşiddən təbii ki xoşu gəlmir. Onların evinə, qapısına deməli gəldiyi üçün mürşid onlara, Niftalı Köxa deməli mürşidə yiyə çıxır və ona ev eşiyi verir. Daha sonra isə onu evli eşikli, torpaqlı eləyir. Təbii ki, bunları atası öləndən sonra eləyir və Niftalı Köxanın bir vəzifəsi var. Köxadır, kəndin kənd xudası sayılır demək olar. Və onun atası öləndən sonra, Niftalının atası öləndən sonra o torpaq sahəsi verir mürşidə. Mürşidə bir deməli at verir, əkin sahəsi verir. Sonra ev eşiyi tikdirir onun üçün. Daha sonra isə bir qohumdan, əqrəbədən qız alır, onu evli eşikli, arvad uşaqlı eləyir. Və mürşid isə bütün bu yaxşılıqların qabağında Niftalıya deməli namərdlik göstərir. Niftalının bir gün onu da anlaması ki, artıq sən evdə arvadı incidirsən, arvad uşağı incidirsən, sən onlardan yəni uzaqda qalırsan, şəhərə gedirsən, qumara qurşanmısan. Bu sözlər ona xoş gəlmədiyinə görə və Niftalıya haqq hesab verməli olmayacağını bildirir. Və Niftalı onu yəni qamçı ilə qamçılayır ki, atına vurur və o biraz bunun hədəsindən qorxduğuna görə, mürşid Niftalının hədələməyindən qorxduğuna görə və deyir ki, ölüm ayağın altda, yəni bir də bu təkrarlanmaz. Keç günahımla, keçmişimə bağışla məni, neyinə belə-belə sözlər deyir. Və Niftalı Köxa dönüb çıxıb gedir. Amma mürşid deməli göründüyü kimi də bir yaxşı insan olmurmuş. O neyniyir? Namərdlik göstərir və bunun səndən qisasını çıxacam deyir Niftalı Köxəyə. Təbii ki, bir gün Niftalı Köxa nəsə hiss eləyirdi. Ona görə də ehtiyatlı davranırdı. Həm də Köxa idi. İstər-istəməz onun deməli düşmənləri var idi. O deməli kənddə ehtiyatlı davranmalı idi. Düşmənləri nəyə görə olur? Bir, onun uşaqlıq vaxtından qaçaq olan deməli Kərəm var, qaçaq Kərəm var. O onun düşməni əslində sayılmır. Sadəcə onların yolları ayrılır. O kənd xuda olandan sonra, o da qaçaq olandan sonra onların gördükləri iş artıq bərabər ola bilmir də. Yəni hərəsi ayrı-ayrı əks yolların deməli daşıyıcılarıdır. Qaçaq Kərəm kəndçilərin, kənddəki insanların qayğısına çox qalır. Varlığını qaçaqlıq yolundan əldə eləyib, yəni kasıblara verir. Amma kənd xudanın bu qədər də, yəni bu şəkildə qaçaqlarla dostluq etməyə, yəni o kasıblara varlığını, malını alıb kasıba vermək ixtiyarı olmadığı üçün onların artıq demək olar ki, yolu haçalanmışdı, ayrılmışdı.
Yəni düşməni var deyəndə o mürşid və mürşid kimləri nəzərdən tutur? Bilir ki, təbii ki, Qaçaq Kərəm, uşaqlıq dostu olan Qaçaq Kərəm onu heç vaxt belə arxadan vurmaz. Bunu bilir və əli yalın insana da heç vaxt deməli hücum etməz də. Amma mürşid və mürşid kimi namərdlərdən qorxurdu və elə də olur. Deyir, qorxan gözə çöp düşər və elənçinə də olur. Həqiqətən də bir gün su kənarında gəlib deməli mürşid, namərd sayılan o mürşid ona çörək verən, onu ev eşiyi eləyən və onu o keçmişinin demək olar ki qara günlərindən qurtarırdı. Onu o çörək yeməyə çörək tapırdı. Əli titrəyib gəlib onların qapısına dirəmişdi. Həmən Niftalını güllələyir, hansı ki Niftalı ona çörək vermişdi. Baxırıq indi. Yəni əsəri sizə xatırlatdım. Amma Niftalı yadınızda qalsın ki, Niftalı mürşidin gülləsi ilə ölmür. Niftalı mürşidin gülləsindən ölmək istəmədiyi üçün, namərd gülləsi ilə ölmək istəmədiyi üçün dostu Kərəmdən xahiş eləyir ki, onu özü güllələsin və qoy desinlər ki, kişi vurubdu deyir. Yəni qoy deməsinlər ki, yəni bir kişi öldürsün də məni. Sonra kimsə deməsin ki, gədə-güdə öldürübdü onu. Qoy hamı desin ki, Niftalı Koxanı Qaçaq Kərəm öldürüb. Bu deyir mənim üçün daha şərəflidir və həqiqətən də Qaçaq Kərəm onu güllələyir, dostu olduğu üçün. Yəni onun artıq bu son istəyini yerinə yetirməyə məcbur olur. Görür ki, vurmasa da o öləcək artıq. Ona görə əziyyət çəkməyini istəmir və onun son istəyini yerinə yetirir. Baxırıq birinci dərsə və videonu bəyənməyi yaddan çıxartmayın. Tapşırıqları, sualları cavablandırmağa doğru gedirik. Deməli, sual necədir birinci dərsdə? Birinci dərsin sualı necədir? Deyir ki, əsərin birinci parçasını oxuyun. Bunu fərqli formada yerinə yetirə bilərsiniz. Yəni, kim necə istəyir? Məsələn, mən videonu yerləşdirmişəm sizin üçün. O videonu çəkmişəm. 2 hissədən ibarət. Bütün suallarını cavablandırmışam. İstəyirsiniz o şəkildə qulaq asa bilərsiniz. İstəyirsiniz, yəni özünüz oxuya bilərsiniz. İstəyirsiniz sinifdə məsələn parça-parça, hissə-hissə oxunur. Kimlərsə oxudur müəllim. Yəni bu hissələrlə oxunu mənimsəyə bilərsiniz. Amma yenə də deyirəm, bizim videolara baxmaqlarda fayda var. Çünki bütün suallar, bütün cümlələr dənə-dənə cavablandırılıb, təhlil edilibdir. Bu əsər çox təsirli və gözəl bir əsərdir. Keçirik ikinci suala. İlkin təəssüratınızı parta yoldaşlarınızla bölün. Bizim ilk növbədə deməli ağlımıza gələn təəssüratlarımızı istəyir ki, əsəri oxuduq, oxuyandan sonra bizdə yaranan hissləri soruşur. Yəni əsər biraz gərgin idi, faciəli idi. Faciə var, burada ölümlə nəticələnir. Kədərli bir ovqat deməli yaranır, insanda kədərli bir ovqat yaradır. Niftalının taleyi, etdiyi yaxşılıqlar qarşısında üzləşdiyi, hətta yaxşılıq etdiyi insan tərəfindən üzləşdiyi faciə təbii ki, mənim üzdü. Amma Kərəmlə vaxtilə dostluğunda deməli yanılmadığına da bu əsərlə əmin oldum. Yəni əsərin sonunda əmin oldum və bu məndə bir balaca sevinç hissi yaratdı. Amma sonunda yenə də təbii ki, Niftalı bu həyatdan köçür. Onun taleyi, onun o etdiyi yaxşılıqlar qarşısında yaxşılıq etdiyi insan tərəfindən aldığı deməli faciə təbii ki, məni üzdü, kədərləndirdi. Məndə yaranan deməli təəssüratlar bunlar oldu. Sonra parta yoldaşlarınızla birlikdə 3-cü suala baxırıq. Mətinkənarı suallara cavab hazırlayın. Bütün sualların tək-tək cavabını öncəki videolarda vermişəm. 2 hissəli, yenə deyirəm, video çəkmişəm və hər hissəni ayrı-ayrılıqda yerləşdirmişəm. Hər birinin də ayrı-ayrılıqda suallarını çox gözəl və geniş şəkildə sizin üçün paylaşmışam. O videolardan mətinkənarı sualların cavablarına baxa bilərsiniz. 4-cü sual, oxuduğunuz parça ilə bağlı təəssüratınızı 2 hissəli gündəlikdə qeyd edin. Oxuduğunuz parçada diqqətinizi daha çox cəlb edən nə oldu?
Ne oldu burada? Mesela daha çok dikkatimi cəlb eləyən niftalı köxaya deməli daha çox cəlb eləyən nə oldu burada? Deyərəm ki, məsəl üçün daha çox cəlb eləyən Kərəmin vaxtilə dostu olmuş Niftalıya nə qədər can yandırması, nə qədər can yandırması, sonra təsəlli verməsi, onun daxili sarsıntısı, təbii ki, Niftalının mürşid tərəfindən vurulması gözləmədiyim üçün, onun vurulmasını gözləmədiyim üçün bu da məni daha çox cəlb eləyir özünə. Və burada yenə də Kərəmin vaxtilə dostu olmuş Niftalıya nə qədər can yandırması, təsəlli verməsi və Niftalının mürşid tərəfindən vurulması məni özünə daha çox cəlb etdi. Soruşur ki, niyə görə və bunun səbəbini istəyir bizdən. Bax, bunu biz bura yazdıq. Bura yazdıq ki, məni daha çox özünə cəlb eləyən nə oldu? Və Niftalının mürşid tərəfindən vurulması və bunun səbəbi nə idi? Soruşur bizdən. Bunun səbəbi deməli, səbəbi kimi nəyə götürə bilərik? Təbii ki, səbəbi odur ki, Niftalının deməli vurulmasını gözləmirdim. Ona görə bu mənim üçün daha çox cəlb edici oldu. Niftalının mürşid tərəfindən vurulmasını gözləmirdim. O təbii ki, vurula bilərdi kim tərəfindən. Nə qədər mürşidə hirsli olsa da onun mürşid tərəfindən vurulmasını gözləmədiyim üçün deməli bu mənim üçün daha da maraqlı gəldi. Sonra növbəti suala baxırıq. Növbəti suala, 5-ci sualımıza baxırıq. 5-ci sualda nə deyir? Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə yazın. Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr lazımdır bizə. Gəlin baxağın, cümlələrə baxağın, görəyin cümlələr harda var. Baxın, burada var ki, solğun gözlərinin dərinliyində bir intizar var idi. Solğun gözlər, solğun çiçək olar da, düzdürmü? Solğun çiçək olar, solğun otlar solubdu, solğunluq ona aiddir, düzdür? Solğun gözlərin dərinliyi. Deməli, bu cümləni yazacaqsınız. Amma üzünə zillənmiş solğun gözlərin dərinliyində bir intizar vardı. Solğun gözlərin dərinliyində solğun burada nə gedəcək? Epitet gedəcək. Epitet yazacaq. Epitet. Deməli, nə edirik? Burada bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr olan yerə bir qoyuruq. Bu cümləni yazırıq. Bu cümləni yazırıq bir və buradan da deməli nə olduğunu yazırıq ki, epitetdir. Epitetdir. Sonra digər baxağın görək hansı cümlələr var. Baxağın birdən dirçəlib üzünə ətrafdakı atlara sonra Kərimin yoldaşlarından bir-bir sözdü. Gözü mürşidə sataşanda yerindən yay kimi dartınıb gərildi. Baxın. Gözü mürşidə sataşanda yenidən yay kimi dartınıb, baxın, gərildi. Bu cümləni yazırıq. Gözü mürşidə sataşanda yenidən yay kimi dartınıb gərildi. Bunu yazırıq. Burada yay kimi. Yay nədir? Oxdan çıxan yayı deyir. Yəni o yay kimi deyir, dartıldı. Burada Niftalının, yəni deməli dartınmasının, Niftalının narahatlığını bildirir və onu yay kimi göstərir. Yay kimi nə gedəcək? Bu da gedəcək təşbih. Yazacaq ikinci cümlə və təşbihdir. Bədii təsvir vasitəsidir bu da. Sonra nə ola bilər? Təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Deməli, Niftalı Koxanın gözünün önündə təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Təndirin istisine, o gözünün önündəki o ilğımı, istini, yerdən qalxan istini nəyə bənzədir? Təndirin istisine. Deməli, bu cümləni də yazırıq Niftalı Koxanın gözündən. Deməli, dalğa-dalğa ilğım keçirdi. O cümləni də yazırıq və burada istisinə bənzər dalğa-dalğa, bu da təşbihdir. Hər ikisi təşbihdir. Bəsdir bu qədər cümlə. Yəni, istəsəniz çoxdur. Baxın, burada tülkü kimi büzüşmüş, namərd qanına bulansın. Namərdi qanına bulansın. Tülkü kimi büzüşmüş, namərdi qanına bulansın. Tülkü kimi, bu da təşbih gedir burada. Yəni, deməli, bu qədər cümlə bəsdir.
Bu cümlələri 1, 2, 3 şəklində belə yazırsınız. 2, 3 şəklində yazırsınız. Hər cümlənin də qabağında təbii ki, onun epitetini göstərirsiniz. Epitetli, təşbehli, hansı bədii təsvir vasitəsi olduğunu göstərirsiniz. Dəftərdə beləncə 2 hissə ayırın. Elə cədvəl çəkmək üçün bədii təsvir və ifadə vasitələri və bədii təsvir və ifadə vasitələrinin növləri yazıb deməli qeyd eləyin və bunları təbii ki, yaşıl ruşkalarla səliqəli işləyə bilərsiniz. Keçirik növbəti suala. Növbəti sualda nə deyir? 6-cı suala baxırıq. 6-cı sualda deyir ki, kiçik qruplarla birləşərək yerinə yetirdiyiniz işləri müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparın. Deməli, burada nə edəcək? Kiçik qruplarla birləşəcək. Bunu müəllim sinifdə yaradacaq sizin üçün və müzakirələri edəcəksiniz və ümumiləşmələr aparacaqsınız ki, Niftalı Koxa niyə belə elədi, Kərəmlə Niftalı Koxanın arası niyə dəymişdi və nəyə görə Mürşid bu şəkildə davrandı, Mürşidin bu şəkildə davranmasına səbəb nə idi, Mürşid sonradan mı belə oldu, yoxsa əvvəldən mi belə gəlirdi? Təbii ki, Mürşidin deməli, kəndə gəlişində onun heç adının dəqiq Mürşid olduğunu bilmirdilər. Ona görə ona nə deyirdilər? Gəlmə Mürşid deyirdilər. Yəni elə bu əvvəlindən belə olubdu. Bu xasiyyət onda sonradan formalaşan xasiyyət olmur. Çünki əsərin əvvəlindən bu bizə belə gəlir. Niftalı Koxanın atası onu gözlərindən tanıyır, amma ona bir şans verirlər. Gəldiyimiz nəticələr barədə təqdimat, bu sinifə aid bir şeydir 6. Bir də gəldiyiniz nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. Təqdimat istəyir bizdən, biz də təqdimat verə bilərik. Sadəcə yenə sizə deyim, bunlar sinifə aid olan şeylərdir. Yenə də bir təqdimat əgər istəyirsə müəllim sizdən, bu şəkildə bir təqdimat deyim, yəni yadınızda saxlayın. Amma yenə də sizdən çox-çox xahiş edirəm ki, fikri məndən alsanız da, fikirlərinizin formalaşmasına kömək etsəm də cümlələri özünüz yazmağa çalışın. Təqdimatı belə yaza bilərik. Qoyaq 7-ci sual təqdimat. Təqdimat. Necə yazırıq? Deməli, deyə bilərik ki, əsəri İsmail Şıxlı çox mükəmməl şəkildə yaradıbdır. Bu əsərdə saf dostluq var, sədaqət var, insana qayğı var, yardımsevərlik var. Yardımsevərlik oradadır ki, onlar mürşidi qəbul edirlər. Yardımsevərlik deməli var bu əsərdə. Bunlar bərabər şəkildə paylanılmışdır əsərdə. Amma bütün bunlarla bərabər əsərdə namərdlik də özünə yer alıbdır. Yəni əsərdə ziddiyyət var. Yardımsevərlik, namərdlik, ümumiyyətlə əsərdə ziddiyyət təşkil edən deməli məqamlar çoxdur. Mürşidin namərd biri olduğu əslində əsərin əvvəlində Niftalı Koxanın atasına xoş gəlməməsi ilə deməli, gəlməməsi ilə oradan müəllif bizə çatdırır ki, bu gəlmə adam nəsə bir şübhəli adamdır, nəsə yəni bu şəkildə bunu bizə çatdırır. İpucunu əslində müəllif bizə İsmail Şıxlı o hissədən verir ki, onun adını bilmirik, heç bir sənəd üstündə yoxdur. Onun hansı kənddən qaçaq olduğu da bilinmir. Onun gözlərinin dərinliyində deməli, nəsə bir şübhə olduğunu, naxələf adam olduğunu, yəni onun Niftalı Koxanın atası bilir. Bu da bizə müəllif tərəfindən əsərin əvvəlində verilən ipucudur. Niftalı Koxa olar olmaz bilmədən mürşidə kömək edir. Deməli, atası öləndən sonra ona ev eşik edir, ona torpaq verir, at verir, sonra arvad uşaqlı edir, qohumdan bir qadın alır, arvad uşaqlı edir, düzdürmü? Bütün bunlar bir götürsək, yəni Niftalı Koxanın bir yardımsevərliyindən irəli gəlir. Niftalı Koxa bunu, yəni bu mürşüdü öz balası kimi, öz yəni qardaşı kimi bəsləyir, ola baxır. Yəni onun mürşüdün deməli mürşüdü danlaması da eynən onun öz qardaşına ərki çatdığı üçün bu qədər ona bir demək olar ki, qardaşlıq, atalıq eləyir də. O qədər etdiklərinin qabağında təbii ki, ona bir ərki çatır ki, desin ki, niyə sən yəni arvadı uşağı qoyursan, gedirsən, pulunu başqa yerdə xərcləyirsən. Təbii ki, bunları həzm edə bilməyən mürşid onu mürşidin onu güllələməsinə də deməli mürşidin onun güllələməsinə tuş gəlir də. Mürşid yəni naxələf çıxır, gedir onu güllələyir. Əslində Niftalı Koxa etdiyi deməli Niftalı Koxanın bu etdiyi yaxşılıqların qabağında
o özü hardasa şübhələnirdi, ehtiyat eləyirdi deməli mürşiddən. Amma bu dəfə ehtiyatı o bulaq başında deməli çayın kənarında ehtiyatı əldən verməsi təbii ki bir mürşid üçün fürsət oldu. Amma baxırıq ki doğrudan da Niftalı Koxa ehtiyatı verməməkdə haqlı imiş. Onun deməli ürəyində nəsə bilirmiş, ürəyinin dərinliklərində nəsə var imiş və mürşiddən şübhə etməyində o deməli haqq vermək olar ona. Haqlıymış. Bir dəfə ehtiyatsız davranmağıyla təbii ki o deməli namərdin gülləsinə tuş gəldi. Deməli namərd neyinmiş? Fürsət axtarırmış. O fürsəti də yaxalayır. Baxın, daha sonra evdə iş verib bizə deyir ki, evdə iş var burada. Hekayənin ardını ikinci parçanı oxuyun deyir. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. Burada bizə tanış olmayan nə söz ola bilər? Baxın, mətnə bir də qayıtmayayım. Tanış olmayan sözlər nə idi burada? Koxa sözüdür. Koxa sözünün mənası nədir? Kənd ağsaqqalı. Dedim, yəni ona kənd xuda kimi də demək olar. Kəndin ağsaqqalı, yəni kəndin baş biləni bu mənada gedir kənd ağsaqqalı. Bir də ki, məsələn, sükut sözünə tez-tez rast gəlirik. Sükut sözünü təbii ki bilməyənlər var hələ də. Yəni sükut nə deməkdir? Dərin səssizlik. Bir var səssizlik yaranır. Bir də var ki uzun bir müddətli dərin bir səssizlik yaranır. Heç hardan heç nə çıxmır da. Səs çıxmır. Ümumiyyətlə səssizlikdir. Bu bir sükutdur. Bu deməkdir. Sonra Niftalı təbii ki o dövrə aid olan bir addır. Soruşurlar ki, müəllimə belə ad olar. Təbii ki o dövrə aid olan adlardandır. Belə bir ad var. Kərəm adı indi də mövcuddur. Və deməli gəlmə deyirlər. Gəlmə mürşid niyə deyilir? Gəlmə mürşid də ona görə deyilir ki, onun heç bir sənədi yox idi, adının dəqiqliyi bilinmirdi. Həqiqətən onun adı mürşid idimi yoxsa yox, o da bilinmirdi. Ona görə də ona gəlmə mürşid deyirdilər. Bu şəkildə. Digər bilmədiyiniz hansısa sual olarsa altda deməli yazarsınız. Mən onları sizin üçün cavablandıraram. Baxırıq daha sonra ikinci dərsə baxırıq. İkinci dərsdə hansı sual verilibdir bizə? Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Məzmununa aid 3-dən az olmayan sual və onlara cavab hazırlayın. Necə sual verə bilərik? Yaxşı, belə bir sual verə bilərik ki, gəlin deməli sadə sualdan başlayaq da. Hadisə harda baş verir? Yəni bu mürşidin Niftalı Koxanı güllələməsi hadisəsi harda baş verir? Və necə olur ki, mürşid Niftalı Koxanı güllələyir? Bu şəkildə sual verərik. Bilirik ki, təbii ki, çayın kənarında olur və Niftalı Koxa deməli arxadan mürşid tərəfindən güllələnir və Niftalı Koxanın başı nəyə qarışıq idi ki, o gələn atlıları, o qaçaqları görmür. Təbii ki, onun başı təbiətdəki o səslərə, cırcıramanın cırıltısına, bu səslərə qarışmışdı və heç o qədər təbiətin gözəlliyinə, o cırcırama səsinə alid olmuşdu ki, gələn atlıların səsini belə eşitməmişdi. Deyə bilərik ki, səncə Kərəm Niftalını vurdu mu axırda? Vurdu mu? Necə düşünürsünüz? Sizcə vurdu mu Kərəm Niftalını axırda? Təbii ki, görürük ki, naqanına əl atır və o Niftalını vurur. Təbii ki, vurur. Çünki artıq onun cənazəsini necə aparacaq, necə qarşılanacaq bunların hamısını düşünür və fikirləşir ki, mən vurmasam da o artıq ölür və qoy son arzusunu yerinə yetirim, namərd gülləsi ilə yox, o mənim gülləmlə ölsün. Bunu belə düşünsünlər. Sonra nə üçün Niftalı Kərəmin onun vurmasını istədi? Çünki istəmirdi ki, o deməli namərd gülləsi ilə ölsün. Ona görə də xahiş edirdi ki, məni sən vur, qoy bütün kənd əhli desin ki, Niftalı Kərəm vurdu. Yəni Niftalı da gedib deməyəcəkdi ha ki, yox, Kərəm də gedib deməyəcəkdi ha ki, onu bir mürşid vurdu. O, onların özü üçün bir arı idi. Ona görə də mürşidin vurmasını deməyəcəkdilər və bu vurmanı, onu Niftalını öldürməyi təbii ki, Kərəm üzərinə götürəcəkdi, boynuna alacaqdı ki, onu mən vurmuşam, yəni onun ruhu şad olsun, namərd gülləsi ilə getməsin deyə bir dostluq sədaqəti göstərir burada. Bu şəkildə suallar verə bilərik. Daha sonra bizdən soruşur ki, ikinci sualdakı
İkinci sualda deyir ki, müəyyənləşdirdiyiniz bədii təsvir ifadə vasitələrinin növünü dəqiqləşdirin, cədvəldən istifadə edin. Demək olar ki, yuxarıda bu sualı belə cavablandırmışdıq. Oraya yazdığınız cümlələrdən də yaza bilərsiniz. Yenə buradan bir-iki cümlə sizə deyim. Görək hansı çıxır qarşımıza, nə çıxır buradan cümlələrdən. Baxın, deyir, barmaqları əsə-əsə düyməni bastı. Bu, onun özü bir təsvirdir. Yəni, orada bir, onun təsvir eləyir, bir göstərir ki, necə bu hissəyə yazacaqsınız cümləni. Burada da yazacaqsınız, təsvir verilibdir. Yəni, təsvir göstərilibdir. Dağlara sarı üst tutacaqlar, Kərəm solğun üzlərini. Başa düşdü ki, kişinin bədəni soyuyur. Baxın, bu cümlə. Başa düşdü ki, kişinin bədəni soyuyur. Nə deməkdir bu? Deməli, burada metafor var. Yəni bədən su deyir ki, soyusun. Düzdür, insan bədəninin temperaturu olur ki, yəni o artıq dünyasını dəyişəndə soyur o mənada. Amma burada məcazilik var. Yəni insanın bədəni soyuyur. Burada artıq metafor kimi götürəcəyik bunu. Və digər qoburuna apardı. Əlini astaca naqanın qoburuna apardı və barmaqları əsə-əsə düyməni bastı dediyi təsvirdir. Onun tüfəngi də atında əlindən alın, qoyun rədd olsun. Qohumlarını da sağ buraxmayacaqlar. Özünüz də atdan düşün. Meydini kənddə özü aparacaqdı. Kişinin əlləri üstünə alacaqdı. Atı isə arxasınca gələcəkdi. Qaçaqlar da atları yüyənlərinin boynuna atıb cənazənin ardınca dinməz, söyləməz addımlayacaqlar. Yəni bu kimi burada yoxdur. Sonra boğazını yığılmış yaşı güclə uddu. İstədi tüfəngər, tülkü kimi büzüşmüş namədi. Bu cümləni bir də bu tülkü kimi büzüşmüş bir yağ demişdik. Yəni bu cümləni yadarsınız. Burada da təşbih var. Bu şəkildə, yəni bədii təsvir ifadə vasitələri olan cümlələrə baxa bilərsiniz və deyir ki, bədii təsvir ifadə vasitələrinin növünü də yanında qeyd edirsiniz. Təşbihdir, yoxsa epitetdir, metafordur, metanomiya da hansından olursa onu qeyd edirsiniz. Əsərin hekayə janrında olduğunu əsaslandırıb qısaca yazın. Nə yaza bilərik? Hekayə janrında olduğunu nədən bilirik? Hadisələr az personajla göstərilibdir. Yəni görürsünüz, 2-3 adam var da, demək olar ki, əsas Kərəmdir, Mürşüddür, Niftalıdır. Yəni bunlar da heç görürsünüz, götürüləndə orada dərinliyə gedib Niftalının atasının dərinliyi də yazmırlar, onun haqqında geniş uzun-uzadı yazmırlar. Yəni az bir personaj var. Hadisələrdə az personajla göstərilib, obrazlar azdır. Qısa bir zaman kəsiyində verilir və bir əsas sujet xətti üzrə baş verir. Bir sujet xətti var, digər sujet xəttinə keçmirik. O sujet xətti üzrə də baş verir. Çox qısa bir şəkildə yazıldığı üçün hekayələr qısa olur və bu da hekayə janrını əsaslandıran hissədir. Obraz az olur, hekayə qısa olur, bir sujet xətti olur və bir sujet xətti üzərində, əsas bir obraz üzərində və görürsünüz, kətdən kənara çıxılmayıbdır və yəni zaman da uzun müddət göstərilmir. Zaman kəsiyində, qısa zaman kəsiyində baş verir hamısı. Daha sonra baxırıq 4-cü suala. Kiçik qruplarla birləşərək yerinə yetirdiyiniz işləri müzakirə edib dəqiqləşdirin. Bu təbii ki, sinifə aid olan, orada müəllimin verəcəyi bir sualdır. Bunun bizə heç bir aidiyyatı yoxdur. Bu sinifdə müəllim nə verəcəksə, hər bir, deməli, öncəki videoda da dedim sizin üçün, hər bir cümləni xırdalamışam. O cümlələrə diqqətlə baxıb, demək olar ki, müzakirə üçün özünüzdə müəyyən məlumatları dəqiqləşdirib toplaya bilərsiniz. Gəldiyiniz nəticələr barədə təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. Fikir mübadiləsi, müzakirə, bayaq dedim sizin üçün, təqdimat verdim sizin üçün. Dedik ki, İsmail Şıxlı bu əsəri çox mükəmməl yazıbdır. Əsərdə deməli, mənfi obraz kimi mürşid obrazı verilibdir. Niftalı Koxadır, Kərəmdir. Bunlar baxmayın ki, Kərəm dağda qaçaqlıq eləyir. Müsbət obraz sayılır, müsbət obrazı. Çünki kəndçilərə kömək eləyir. Hətta görürsünüz, o Niftalı Koxanın özünü xəbərdar eləyir ki, sənin kəndçilərlə heç bir işin olmasın. Sonra əsərin deməli əsas hissələrə ayırıb birinin məzmununu tərtib etdiyiniz plan əsasında yaradıcı danışın. Əsəri hissələrə ayırsaq hansı hissəyə ayıra bilərik? Deyərik mürşidin deməli əsəri hissələrə ayırağın gəlin bu 6-cı sualdır. Əsəri hissələrə ayırırıq. Birinci nə eləyə bilərik? Deyə bilərik ki, mürşidin kəndə gəlişi, mürşidin
Kəndə gəlişi olsun. Kəndə gəlişi. İkinci nə qoya bilərik? İkinci qoya bilərik ki, deməli, Niftalı Koxanın mürşüdə yə çıxması. Baxın, Niftalı Koxanın mürşüdə yə çıxması. Yəni mürşüdə aid olan hər bir şey Niftalının sayəsində olur, düzdürmü? Üçüncü nə qoya bilərik? Niftalının ölümü. Ölümü. Və yaxud Niftalının vurulması. Bu şəkildə ölümü də qoya bilərik, vurulması da. Bu üç hissədən ibarət, məsələn, mövzunu böldük, adlandırdıq. Hekayəni üç yerə böldük, adlandırdıq. İndi bunu əgər bir plan şəklində desə ki, bizə deyir ki, bir plan şəklində də nə isə yazın, elə deyib də eləmə. Tərtib etdiyiniz plan əsasında yaradıcı danışın. Əsas hissələrə ayırıb birinin məzmunundan, birinin məsələn mürşidin kəndə gəlməsi hissəsini götürürük. Bunu əgər biz onu qısa bir şəkildə demiş olsuq, bir gün deməli görürük ki, neyinir, qapı döyülür, deməli yay fəsli olur. Niftalıgilin qapısı, yay fəslində yox, payız fəslində hadisələri ilk öncə yayda danışır. Payız fəslində olur, görürük ki, qapı döyülür və qapı döyülür, içəri bir atası və oğlu qapıya doğru gedirlər, aya kimsən orada deyirlər, səslənirlər və qapıya yaxınlaşırlar. Kimi görürlər? Mürşidi görürlər. Mürşidi orada görürsünüz, orada da var ha mürşidin görünüş hissəsi, o mürşidin təsvir olunan hissəsi portret hissi adlanır. Mürşidi təsvir olunur və onun kim olduğu bilinmir. Mürşid onlardan deməli imdad istəyir, kömək istəyir, qapınıza gəlmişəm, yəni mənə əli boş geri qaytarmayın, kimim kimsəm yoxdur, acam, susuzam, beləcə də onlar mürşidə yiyə çıxırlar. Bu şəkildə mürşidin kəndə gəlməsi hissəsini danışmaq olar qısa şəkildə. Daha sonra keçirik növbəti suala. Növbəti suala digər yeni suallarda bu şəkildə işləyə bilərsiniz. Növbəti sual evdə işdir. Əsərdəki hansı epizodu unuda bilmirəm. Təbii ki, əsərdəki Niftalı Koxa epizodunu unutmaq olmur və burada ikinci təsirli bir deməli epizodu isə demək olar ki, Kərəmdir. Kərəm obrazıdır və o epizodu da unutmaq o obrazı da unutmaq olmur. Burada mənim ən unuda bilmədiyim deməli obraz kimi bir götürdüm Niftalını. Elə bilin mən obrazı epizod dedim axı bir yağ, düzdürmü? Əgər elə dedimsə üzürlü sayın. Burada epizodu bizə deyir unutmaq olmur. Yəni mən amma bu epizoddan ötürü sizə təbii ki çatdırım. İlk öncə burada deməli obraz kimi Kərəmi, Niftalını bir də Kərəmi unutmaq olmur. Amma epizod kimi deməli əsərdəki hansı epizodu unuda bilmirəm. Niftalını o ölüm səhnəsində, Niftalının deməli Kərəmin dizi üstündə onların ikisinin arasında olan o söhbəti ki, nə yaxşı gəldin Kərəm, deməli çıxart deməli naqanını məni vur, qoy deməsinlər ki, gədə-güdə əlində ölmüşəm, qoy desinlər ki, Niftalını deməli Kərəm vurubdur. Bax bu hissəni unutmaq, bu epizodu unutmaq olmur. Amma obrazlar kimi götürəndə, əgər orada epizod dedimsə üzürlü sayın, mən elə gəlir ki, epizod dedim dərsən, epizoddursa orada obrazlar kimi isə Kərəmi təbii ki Niftalını ilk Niftalını, sonra isə Kərəm obrazı daha deməli təsirli obrazdır. Niftalı, birinci növbədə Niftalı. Daha sonra deyir ki, müəllifin mövqeyi, hekayədə müəllifin mövqeyini necə başa düşdünüz? Müəllif insan ləyaqətini burada, baxın, müəllif insan ləyaqətini, insanda olan ləyaqəti, insan ləyaqətini, daha sonra deməli mərdliyi, namərdliyə nifrəti,
namərd insanlara qarşı nifrəti açıq göstərə bilmişdir. Yadınızda qalsın. Deməli, müəllifin mövqeyini necə başa düşürəm? Müəllif bu əsərdə insanın ləyaqətini, insanın deməli mərdliyini, sonra insanın deməli namərdliyə qarşı nifrəti, namərd insanlara qarşı olan nifrəti açıq göstərə bilmişdi. Bu da təbii ki, müəllifin birbaşa göstərə biləcəyi mövqeyidir. Daha sonra keçirik növbəti suala. Burada üçüncü bu əsərin təhlilinə hazırlaşan hissəsidir ki, bu hissəni özünüz oxuyacaqsınız və üçüncü dərs aid oxumağınızda da fayda var. Mən artıq onu sizin üçün oxumuram. Zamanımız çox getməsin. Sonra araşdırma, fikirləşin, cavab verin hissələri var əsərimizdə. Baxırıq burada nə edəcəyik, burada nə verilir bizə. Deməli, bu hissədə deyir ki, bu hissədən sizcə yazıcının diqqətə çatdırmaq istədiyi başlıca problem nədir? Başlıca problem nədir burada deyir və o problemin həllini nədə görür? Başlıca problem, qaldırılmış problem burada namərdlikdir. Nədir namərdlik? Və mənəvi dəyərlər. Bunun bax, bu hissəyə yazacaqsınız. Əsərdə qaldırılan başlıca problem yazacaqsınız ki, namərdlik. Namərdlik və yazıcı problemin həllini nədə görür? Bu hissəyə yazacaqsınız. Mənəvi dəyərlərdə görür. Mənəvi dəyərlərdə, yəni onun o mənəvi dəyərinə qiymət verməyi bacarsaydı insan, onun içinin daxili təmiz olsaydı, o mənəvi dəyəri olardı, ona qiymət verməyi bacarardı. Ən azından vicdanı sızlayardı ki, bu qədər mənə elətdiklərinin qarşısında mən ölüb gedərdim. O mənə yiyə çıxmasaydı, Niftalı mənə yiyə çıxmasaydı, mən ölüb gedə bilərdim. O elədiklərinin qarşısında deməli, bir balaca onun vicdanı inciməli idi. O olmadığı üçün problemin həllini nədə görür? Bu hissədə yazırıq ki, mənəvi dəyərlərdə. Mənəvi dəyərlər. Siz necə düşünürsünüz? Düşünürəm ki, düşünürəm ki, bütün dövrlərdə bu mövzu, namərdlik mövzusu, yəni bu olunan mövzudan gedirdi, aktualdır. Ona görə də bu hissəyə yazırsınız ki, bütün dövrlərdə aktual problemdir. Düşündüyüm bu da bütün dövrlərdə aktual problemdir. Sonra Niftalı Koxu obrazını səciyyələndirin, müvafiq cədvəldən istifadə edin. Deməli, Niftalı Koxa obrazını səciyyələndirin. Burada Niftalı Koxuya aid, deməli, bu cədvəl əgər müvafiq cədvəldən istifadə edin. Cədvəl şəklində də eləyə bilərsiniz, amma belə də yaza bilərsiniz. Niftalı Koxa yazırsınız bu şəkildə. Koxa. Belə yazdınızmı? 2 nöqtə qoyursunuz. Bu Niftalı Koxanı yaşılla yazın, qarşısında yazırsınız. Deməli, necə idi? Ağsaqqal idi. Görürsünüz, deyir, Koxada. Koxa nə deməkdir? Kəndin ağsaqqalı dedik. Ağsaqqal. Sonra necə idi? Tədbirli idi mi? Tədbirli idi, amma bir dəfə tədbirə əldən verdiyi üçün tədbirli. Tədbirli idi. Ehtiyatı tədbiri əldən verdiyi üçün də elə oldu. Məsuliyyətli idi. Öz işinə məsuliyyətlə yanaşırdı. Məsuliyyətli idi. Mərd idi. Mərd idi. Onun ailə qurandan sonra da onun arvad uşağının incitdiyinə görə onu tutur ki, sözünü deyir ki, yəni olmaz belə. Və vicdanlı insan idi. Vicdanlı. Bunları yazırıq Niftalı Koxaya aid olan hissədə. Niftalı Koxa yazırsınız və bunları ağsaqqalı idi, tədbirli idi, məsuliyyətli idi, mərd idi, vicdanlı idi və yaxud kəndin ağsaqqalı da yaza bilərsiniz bu şəkildə. Daha sonra keçirik növbəti suala. Silirəm buranı. Yazmayanlar videonu saxladıb baxsınlar. Daha sonra keçirik növbəti sualda bizə nə istəyibdi? Burada Qaçaq Kərəmi verir və Qaçaq Kərəm obrazını səciyyələndirin deyir. Bax, bu cədvələ əsasən Qaçaq Kərəm obrazını səciyyələndirin. Xarakterindəki bu şəkildə yenə yaza bilərsiniz və yaxud da bu cədvəl çəkmək istəmirsinizsə, bunları alt-alta yazın. Xarakterindəki başlıca cəhətləri yazırsınız. Qabağında 2 nöqtə qoyursunuz, qarşısından cəhətini yazırsınız. Necə idi? Bu hissədən yazarsınız mərd idi, sədaqətli idi. Görürsünüz, dostluqda sədaqətlidir və sadə idi. Görürsünüz, sadə idi. Sonra düşüncələrdə nə yaza bilərik? Namuslu idi. Namuslu idi. Ləyaqətli idi.
Sonra sonra ne yaza bilərik? Yazıçının ona münasibəti. Yazıçının ona münasibəti necə idi? Yazıçının ona münasibəti. Bu hissiyə nə yaza bilərik? Necə idi? Yazıçı deməli Kərəmə hörmət eləyir. Baxmayaraq ki, qaçaqdır. Yazıçı ona hörmət eləyir. Sonra digər münasibətli obrazların ona münasibəti necə idi? Kərəmə digər obrazların münasibətini təbii ki, dərin deməli hörmət hissi var idi. Hörmət hissi. Dərin hörmət hissi var idi. Bu şəkildə. Bunları yenə alt-altada yaza bilərsiniz. Xarakterindəki başlıca cəhətlər, düşüncələri, yazıçının ona münasibəti, digər obrazların ona münasibəti. Belə yazıb 2 nöqtələr qoyub qarşısında da yaza bilərsiniz. Yəni mən öz uşaqlarıma elə deyirəm. Bir də uzun-uzadı videoları, cədvəlləri dəftərinizdə əgər çəkmək sizə vaxt aparırsa. Daha sonra əsərdəki başlıca konflikti müəyyənləşdirin. Əsərdəki başlıca konflikt nədir? Onu müəyyənləşdirməliyik ki, görək başlıca problem nədir? Təbii ki, və onun həyati təbii hesab etmək olarmı? Olarmı? Fikrinizi deyir, əsaslandırın. Əsas konflikt nə idi burada? Mərdlik, namərdlik. Əsas konflikt. Dedik ki, konflikt nədir? Konflikt ziddiyyət deməkdir. Konflikt yaranır mərdliklə, mərdlik və namərdlik. Bunlar arasında konflikt yaranır. Konflikt, mərdlik və namərdlik. Bir-birlərinə əksidi və konflikt yaradır. Biri mərdlik eləyir, digəri isə mərdlik gördüyü insana namərdlik göstərir. Konflikt bundan ibarət idi. Daha sonra keçirik 6-cı suala. Hekayənin sujet və kompozisiya xüsusiyyətlərini aydınlaşdırın. Fikirlərinizi nümunələrlə əsaslandırın. Baxırıq, deməli, hekayənin sujet və kompozisiyasını nə edəcək deməli? Dil xüsusiyyətlərini götürək. Kompozisiya xüsusiyyətləri, fikirlərinizi nümunələri. Dil xüsusiyyətlərini götürəcək. Məsəl üçün, nə deyəcək? Nə deyəcək? Hansı dildə idi? Canlı xalq dilində idi. Canlı xalq dilində idi. Deyir, nümunələrlə əsaslandırın. Məsələn, haranı götürə bilərik? Deyir ki, baxın, Kərəm, düz tanımısın. Deyir, Kərəm, deyir, bəli, düz tanımısan, deyir, Niftalı mənəm, lap yaxşı, sən olmağın, deyir, yaxşıdır. Bu söz Kərəmi sarsıtdı. Yəni, bu diyaloqlarda görürsünüz. Sonra deyir ki, bax, el dili ilə də deyir, qoy desinlər ki, Niftalı Koxanı qaçaq Kərəmi öldürdü. Kişini kişi öldürər, qardaş, gədə-güdə yox. Və bunlar, o da deyir, əlim qalxmaz. Yəni, bu hissələr təbii ki, canlı xalq dilində, danışıq dilində. Canlı xalq dilindədir, məişətdə, gündəlik dilimizdə danışdığımız canlı xalq dilində yazılıbdır. Daha sonra isə deməli, nəyə deyə bilərik? Emosional təsvirlər var, emosional təsvirlər və diyaloqlar var ki, bu diyaloqlarda təbii ki, əsərin kompozisiyasından aid olan xüsusiyyətləri aydınlaşdırır. Bunları göstərici canlı xalq dilidir. Sonra dedik ki, digər nə dedim? Emosional təsvirlər. Təsvirlər. Hansıdır emosional təsvirlərdə? Məsələn, deyir ki, atını da alın, buraxın, getsin, o hissə var. Kərəm hirslənir, deyir, onun atını da alın, özünü də qovun, çıxsın, getsin. Baxın, onlar emosional hissələrdir. Onu götürə bilərik. Bir də ki, diyaloqlar var. Yəni, diyaloqlarda hər tərəfdə görürük ki, diyaloqlar var. Diyaloqlar, bunlar da əsərin kompozisiyasına aid hissələr. Diyaloqlar canlı xalq dilində verilməsi və emosional təsirlər 3 dənə. Bunları yazırsınız, bu şəkildə qabaqlarından xət qoya-qoya yazın. Daha sonra keçirik növbəti dərsimizə. Növbəti sualımıza, növbəti sualda nə istəyir? Bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yazıcı nəyə nail olmuşdur? Cədvəldən istifadə edin. Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr, deməli, işləndiyi cümlələr fikrin təsir gücünü artırmaqda təsvir və ifadə vasitələrinin rolu. Oxucuda təsir gücünü artırır, ağrı deməli, hisslərini dərinləşdirir və buna nail olmuşdur. Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr artıq bir neçəsini yuxarıda demişəm. Hardasa bir 5-6 cümlə dedik. Özünüzdə baxın o cümlələrdən yazın və burada bu hissədə nə yazacaqsınız? Yazdığımız cümlələrdən yaza bilərsiniz elə orada. Sonra fikrin təsir gücünün artırılmasında təsvir və ifadə vasitələrinin rolu nədir? Bu hissiyə yazırsınız. Bu hissiyə yazırsınız ki, oxucuda təsir gücünü artırır,
ağrı hissini dərinləşdirir. Yəni o Niftalının ölmə hissi ki var, o hissi bizdə dərinləşdirir. Oxucuda təsir gücünü artırır. Elə bu şəkildə təsir gücünü artırır və ağrı hissini dərinləşdirir. Bu şəkildə yaza bilərsiniz. Daha sonra keçirik növbəti cümləyə. 8-ci cümlə var burada. 8-ci suala keçirik. Əsərdəki başlıca fikir, ideyanı istəyir bizdən. Nədir və bu ideya əsərdə hansı məqamlarda daha qabarıq ifadə olunub? Cədvəldən istifadə edin. Əsərin əsas ideyası, ideyanın aydınlaşdırılmasında məhiyyətli olan cümlə, təsvir və epizodlar. Əsərin əsas ideyası nədir? Əsərin əsas ideyası bu hissədən yazırsınız. Namərd gülləsi yalnız bir insanı deyil, bütün cəmiyyəti yaralayır. Deməli, namərd gülləsi, bu hissədən yazırsınız. Namərd gülləsi yalnız bir insanı deyil, bütün cəmiyyəti yaralayır. İndi bunu aydınlaşdıraq və hansı epizodda göstərə bilərik bunu? Bu nə deməkdir? Yəni, o Niftalının vurulduğu yer, Niftalı kənd üçün yaxşı insan olubdu və onun vurulması nəinki onun özünün canını aldı. O, deməli, bütün demək olar kənd əhlini müəyyən bir müddət, deməli, cəmiyyəti də, cəmiyyətin özünü narahat qoydu. Cəmiyyət də artıq müəyyən bir müddət o kənd narahatçılıq içində yaşayır və yaddaşlara yazılan bir yazı olur ki, namərd tərəfindən, yaxşılıq olunan insan tərəfindən bu insan vuruldu. Baxın, bu hissə, təbii ki, bu vurulma hissəsi, bu epizod birbaş namərd gülləsinin tək bir insanı yaraladığını yox, bütün deməli cəmiyyətini yaraladığını bizə çatdırır. Bu şəkildə verə bilərik. Sonra bu şəkildə verə bilərik. Digər bir ideya şəklində qoya bilərik. İdeyanı məsələn digərdə qoya bilərik ki, namərdlik insan həyatını məhv edir, mərdlik ucaldır. Burada belə bir məsələn ideya da verə bilərik. İkinci, o ideyanı kim istəyir onu yaza bilər. O ideyada düzdür, belə bir ideyada verə bilərsiniz ki, namərdlik insan həyatını qoy belə qoyun biləsiniz ki, 1, bu da 2. Birincini də yaza bilərsiniz, ikincini də götürə bilərsiniz ki, namərdlik insan həyatını məhv edir, mərdlik ucaldır. Bunu da harda görürük? Bunu da harda görürük? Sən namərd insan olaraq mürşid Niftalını vurdun. Niftalı isə öz mərdliyindən dönməyərək namərd gülləsi ilə ölmək istəmədiyi üçün Kərəmdən imdad istəyir və Kərəm onu öz naqanı ilə vurur. Yəni, burada da onun yenə həmən epizodda o namərd gülləsinə qane olmur və fikirləşir ki, o güllə ilə mən ölüb, bu dünyada bu adı qoyub gedə bilmərəm. Qoy desinlər ki, Kərəmin gülləsi ilə ölmüşəm. Ona görə də yəni burada da bu şəkildə verə bilərik. Namərdlik insan həyatını məhv edir, mərdlik ucaldır. Burada mürşidin namərdliyi, Niftalının mərdliyi deməli qarşılaşdırılır. Daha sonra evdə iş var. Deyir, hekayəni oxuduğunuz əsərlərdən hansı mənə xatırlatdı mövzusunda müqayisə, hekayə oxuduğum əsərlərdən hansını mənə xatırlatdı mövzusunda müqayisə xarakterli inşa yazın. İnşa yazmayacağım sizin üçün burada, amma bir neçə cümlə deyəcəm sizin üçün izahınız olsun, biləsiniz ki, elə inşa şəklindədir. Oxuduğum əsərlərdən təbii ki, oxuduqca mən özlüyümdə müqayisə edib bu əsərim, deməli, Mirzə İbrahimovun Azad hekayəsi var ki, siz onu keçmişsiniz, Azad hekayəsində müqayisə etmək olur. Deyirsiniz ki, müəllim, orada nə namərdlik var? Namərdlik yoxdur orada. Orada sadəcə deməli Azadla onun dostunun, onun uşaqlıq dostunun birgə sədaqətini götürmək olur və burada da təbii ki, Niftalı ilə Kərəmin dostluqlarını oxşar şəkildə görürəm və ona görə də bu dostluq sədaqəti oradakı deməli Azad hekayəsindəki mövzu ilə müqayisə edə bilərəm və hər iki dostluqda sədaqət görürəm, hər iki dostluqda deməli münasibət görürəm və heç bir dostluqda orada yəni ayrılırlar. Onlar da müəyyən bir müddət bir-birlərindən ayrılırlar. Azad öz uşaqlıq dostu ilə müəyyən bir müddət aralı qalır. Nəyə görə? Onlar kəndə köçürlər. O məqsəddən ayrı qalırlar. Amma burada isə biri köxa, biri deməli kəndxuda olduğu üçün bir-birlərindən aralı düşürlər. Daha sonra B-yə baxırıq. Kənddəki
hekayədəki obrazlara münasibətim istəyir məndən, münasibətim nə idi mövzusunda müqayisə xarakterli yenə bir esse istəyir ki, müqayisə eləyə bilərik ki, burada. Təbii ki, Niftalı Koxanı Mürşidlə demək olar ki, bütün deməli video boyu danışa-danışa gəlirəm onların müqayisəsini ki, onlar yəni əsər çox mükəmməl şəkildə müəllif tərəfindən yazılıb. Burada əsərdə saf bir deməli dostluq olsa da, bu dostluqda deməli müəyyən maneələr olsa da, bu dostluq sonda da yenə özünü göstərir, sədaqətini göstərir. Amma dostluqla bərabər burada nə var? Namərdlik var ki, namərdlik də bu əsərdə özünə böyük bir yer alır və insana dərs verəcək qədər deməli dəyərli şəkildə göstərilibdir ki, yəni insan bu namərdlikdən dərs almaya bilməz, bu hekayədən dərs almaya bilməz və burada da Niftalı obrazı, Kərəm obrazı çox ləyaqətli, baş bilən, ağsaqqal, tədbirli, məsuliyyətli, vicdanlı, mərd obrazlardır. Amma deməli mürşid kimi obrazlar, mürşid kimi insanlar çox təəssüf ki, həyatda da var və bu cür insanlar təbii ki, insandan istifadə etməyi və insan mənəvi dəyərləri olmayan, vicdanı olmayan insanlar kimi qiymətləndirilir. Bu qədər ümidvaram ki, video xoşunuza gəldi. Bütün suallarınızı cavablandırdım. Burada yəni sizə qaranlıq qala biləcək heç bir epizodu, heç bir məqamı görmürəm. Əgər qaranlıq qala biləcək nəsə varsa, onu da kommentlərdə soruşarsınız. Bu qədər. Videonu bəyəndinizsə bəyənməyi və zəhmətə dəyər verib paylaşmağı, abunə olmağı da yaddan çıxartmayın. Abunə olun, videolarımız davamlı gəlir. Əgər kanalı itirmək istəmirsinizsə, təbii ki, abunə olmağı yaddan çıxarmayın. Sağ olun, növbəti videoda görüşərik.